Rasim Balayev qəhrəmanları oynadı və biz hiç yüzünü görmədiyimiz tarixi şəxsiyyətləri Rasim Balayevin simasında sevdik, qəbul etdik və bugün o elə qəhrəmancasına da yaşadığı bir həyatı sonlandırdı. Ama eyni zamanda onu gösterdi ki ölüm son değil. O ne kadar Azerbaycan xalqı var, onun ürəyində, qəlbində, kinosunda yaşayacaq və ölümsüzlüğe qovuşdu. Sadece bir insan değil, bir məktəb idi, bir dövr idi, bir əsr idi, bir epok idi. Rasim Balayevsiz bu dünya yəqin ki hamıya artıq sıxıcı gələr. Ama hesab edirəm ki biz bu dünyaya en azı ona göre gelmeye değerdi ki Rasim Balayev'le beraber eyni dövrdə, eyni zamanda yaşadıq, eyni dili danışdıq ve onun yaddaşımıza, ürəyimizə həkk elədiyi kinolara şahid olduq. Və Rasim Balayev'lə görüşlərdə hər dəfə onun belə doya-doya baxırdı, amma bir qəribə doyumsuzluq olurdu. Gözləri sanki bir canlı bir filmə baxırsan. Adam onun gözlərində əriyirdi. Sanki heç nə demədən susqunluğun dili idi onun bu ifadəsi. Və biz Cavid Ömrü filmində görüşlərimizdə, söhbətlərimizdə mən onun sənət və dünya baxışından çox bəhrələndim və o qədər demək istədiyim var ki, bir onu deyə bilərəm ki, onun ruhu hər zaman şad olmalıdır. Şad olmalıdır ona göre ki biz onun filmlerini yaşatmalıyıq. O bize neyi, necə demək istəyir, biz onun bütün mesajlarını anlamadıklarımızı da hiç olmasa bundan sonra anlamalıyıq. Ruh şad olsun sənin hikayən. Çok sağ ol.